Salam əziz dostlar, hər vaxtınız xeyir. Yenə də sizin qarşınızda qızıl gül sortlarını, qızıl güllərin mənşəyini, ölkəsini, istehsalçısını və onları qulluğu aşılamaqla, bildirməklə qarşınızda yenə mənəm. Uzun müddətdir ki, sosial şəbəkələrdə, yəni ki, əsasən TikTok şəbəkəsində qızıl güllərin satıcıları qışqırıqla, çığırtıyla, güllərin sortunun adını bilmədən, onları digər sortlarla aldatmaqla, yəni ki, bu sortu mənşəy ölkəsini əsasən də bir çox sortlarda, yəni ki, Danimarkadır, Niderlanddır, İngilisdir, Almaniyadır, Efiopiyadır, digər sortları ancaq insanlara sevdirmək üçün, yəni ki, aldırmaq üçün Qalanski sortlar adıyla təqdim eləyirlər. Yəni mənim sırf fikrim odur. Allah hər bir kəsin satışına, istehsalına xeyir versin, lakin hər bir şeyi düzgün, hər bir gülü özünün adıyla, ölkəsi ilə, mənşəyi ilə, qulluğu ilə insanlara çatdırmaq vacibdir. Çünki biz əgər avtomobil alırıqsa, Hyundai əvəzinə ona Hyundai demirik axı. Baxın, qarşımızda hal-hazırda, düzdür, telefon biraz açıq çəkir. Qarşınızda tünd, qırmızı, qaraya çalan çalarlarla olan, Hollandiya istehsalı olan Grand Prix sortudur. Əsasən həmən TikTok şəbəkələrində bu qızıl güllə Glamping, mən nə bilim, nə. Axı Grand Prix kimi onu təqdim eləmək, onu öyrənmək, onu alıcıya təqdim eləmək nə böyük işdir ki. Bəli, Hollandiya seleksiyaçılarının istehsalı olan Grand Prix sortudur. Bildiyimiz kimi bu il çox çiçəklərdə cürbəcür xəstəliklər qeydə oldu ki, bu da Azərbaycanda çox həddindən artıq iqlim dəyişməsinin təsirindən əmələ gəldi. Bəli, hansısa çətinliklər oldu, güllərin